Hər vaxtınız xeyir olsun əziz izləyicilərim. Artıq yeni podkastla qarşınızda olacağam. Podkastımız təhsil dairəsini əhatə edir. Bugünkü qonağım isə doktor Fərid Rəfibəyli, klinik biokimiya üzrə mütəxəssis və neyroelm üzrə araşdırmacı və şair. Xoş gördük sizi doktor. Xoş gördük. Təşəkkür edirəm Həqiqətən də ilk dəvətiniz üçün. podkastımda sizi görmək çox xoşdur və bugün sizi çağırmaqda məqsədim də bilirsiniz ki, təhsil sahəsində bizim üzləşdiyimiz, qarşılaşdığımız problemlərdir. Mən istəyirəm ki, bugün həmin problemlərə bir də sizin nöqteyi-nəzərdən toxunaq, yəni həkim nöqteyi-nəzərindən toxunaq. Bilirsiniz ki, müasir dövrdə informasiya bolluğu həqiqətən də bizim şagirdlər üçün də, tələbələr üçün də, yeniyetmələr üçün də bir çox problemlər yaradır. 21-ci əsrin kompetensiyalarından əsas biri də informasiya, yəni doğru informasiyanı qəbul etməkdir. Yeniyetmələrdə çox vaxtı bu nələrə səbəb olur? İnformasiyalar doğru qəbul olunmaya bilir, yaxud da doğru informasiyanı seçmələr arasında deyək ki, seçimlər yaranır. Bu da nəticədə nədə səbəb olur? Uşaqlar informasiyanı doğru istifadə edə bilmirlər və yaxud yanlış istiqamətdə istifadə edirlər. Siz bir həkim olaraq, mütəxəssis olaraq nə məsləhət görərdiniz yeniyetmələrimizə? Nəzərə alsaq ki, informasiya bolluğu olan bir dövrdə yaşayırıq. Çünki internet əlçatan olduqdan sonra hal-hazırda bilməyənlərin də insanlara nə isə öyrətdiyi bir zəmanəyə gəlib çıxmışıq və bunun təbii ki, bəlalarını biz və bizdən sonrakı nəsillər də çəkəcək. Nəzərə alsaq ki, təkamül müddətində insan bu gün aldığı məlumatı heç ömür boyu ala bilmirdi və bu da insan beynində bəzi fikir qarışıqlığına gətirib çıxara bilir. Uşaqlarda isə stress faktoru tək bu məlumatlardan yox və nəzərə alsaq ki, insan həm də sosial canlıdır. Əgər bir insanın davranışında bir deyək ki, stress faktoru ya başqa bir davranış forması üzə çıxırsa, biz onu həmişə tək olaraq ələ alırıq. Amma insanın sosial canlı olduğunu unuduruq. Məsələn, deyək ki, 1 yaşlı uşağın etdiyi hərəkətlər nədən asılıdır? Ətrafındakı insanların davranışlarından, ona verdiyi reaksiyalardan, düzdür? Bəs 2 yaşında yenə eyni, 3 yaşında, 5 yaşında, 10 yaşında fərqi yoxdur. 30 yaşında belə insanın davranışlarını sosial mühit formalaşdırır. Yəni, əgər bir insanda, daha doğrusu bir uşaqda, xüsusən də yeniyetmədə bir problem varsa, bunun böyüdüyü mühiti, ailəsini, bunları da nəzərə almalıyıq. Çox güman ki, əgər informasiya bolluğu üzərindən danışırıqsa, deməli onun ailəsi də bu tələnin içindədirlər. Tamamilə razıyam doktor. Yəni dediyiniz kimi həqiqətən də insan ətraf mühitin təsirindən çox asılıdır. Yəni cəmiyyətdə formalaşır. Bu bir mənalıdır. Nəzərə alsaq ki, cəmiyyət dediyimiz təkcə şagirdlərin və yaxud yeniyetmələrin böyüdüyü o institut, o məktəb deyil təkcə, həm də ailədir. Yəni bizim onlara ötürdüyümüz informasiyaları uşaqlar qəbul etsələr də, həzm etsələr də, ailənin, valideynin də burada rolu böyükdür. Nəyə görə? Çünki onlar illərdir, belə deyək də, formalaşdırdıqları beyinlərində olan informasiyalarla artıq bu yaşa gəlib çatıblar və onlar da öz dediklərini artıq övladlarına belə deyək də, yeritməyə çalışacaqlar. Onda burada belə bir paradoks yaranır. Uşaq bizim dediklərimizə daha çox yeniliyə söykənir, amma valideyn isə onu öz bildiyinə, öz gördüyünə yönləndirməyə çalışır. Təbii ki, şəxsiyyətin formalaşdığı bir dövrdə bu uşaqda çox böyük bir gərginlik yaradır və tibb nöqteyi-nəzərdən də bilirik ki, bu beyində daha çox kortizol ifrazına səbəb ola bilir. Doğrudurmu? Nəticədə onlar daha aqressiv olurlar və hətta deyərdim ki, bəzən yönlərini də itirirlər həyatda. Yəni hansı yolla getsək bu daha doğru olar kimi suallar meydana çıxır. Biz necə edə bilərik ki, onların doğrudan da doğru qərar vermələrinə, yəni həqiqətən də bu mənim üçündür və mən bu yolla irəliləyə bilərəm. Bu doğru qərarı qəbul etmələrində onlara yardımcı olar. Bir həkim kimi siz nə məsləhət görərdiniz? Bildiklərimizin doğru olduğundan əminik. Çünki buna ehtiyacı olan emosional bir beyinə sahibik. Əgər bu cür mübahisələr, müzakirələr yaranırsa, burada sözlərə, nə bilim, hekayələrə yüklədiyimiz mənalar da fərqlidir. Ancaq bunu danışıq yolu ilə həll eləmək olar və inadla mən dediyim olsun. Əgər belə olsa, hər iki tərəf də zərər görər. Hətta hər üç tərəf də zərər görər. Məktəb uşaqlarına soruşsaz ki, məktəbə niyə gedirsiniz? Əgər bir cavab verə bilmirsə, deməli bir motivasiyaları yoxdur. Motivasiya dediyimiz budur. Həmin uşaqdan, həmin yeniyetmədən soruşsaz ki, bu ixtisası nə üçün seçirsə, əgər bir cavabı yoxdursa, deməli onun da motivasiyası yoxdur. Valideynin, müəllimin
hər hansısa bir uzaq görənliyi sayəsində onu istiqamətləndirmiş ola bilər. Amma nəticədə yenə də bu, qərarı uşağın daxili aləminə, daxili istəklərini buraxmaq məncə daha düzgündür. Çünki insan hekayəvi canlıdır. İnsanı formalaşdıran hekayələridir. Biz keçmişdə yaşadığımız hekayələrdən bu gün nəyə baxacağımızı, necə qərar verəcəyimizi formalaşdırırıq və əgər həmin uşağın keçmişində, keçmiş, yəni ola bilər ki, beyində bəzi dəyişikliklərində humanitar və yaxud da, emosional bir iş, varsa, yəni beyin quruluşu ona daha çox uyğundursa, o istiqamətdə getsə daha yaxşı olar. Məsələn, belə bir söz var idi ki, bilmirəm, kim demişdi? Əgər mənim oğlum yaxşı tennis oynaya bilirsə, mən onu heç vaxt riyaziyyatdan hazırlığa qoymaram. Yəni, bilmirəm kim demişdi, amma ağlımda qalmışdı. Uşaq doğrudan da özü o iç səsinə, daxili səsinə qulaq asanda həqiqətən nəyi istədiyini bilir. Hər birimiz bizim həqiqətən də istəklərimiz var və nəzərə alsaq ki, insan öz istədiyinin arxasınca gedəndə bu ona motivasiya verir. Və beyin nöqteyi nəzərdən də bu dopamin ifrazına səbəb olur. Çünki insan həqiqətən də sevdiyi bir işlə məşğul olduğu zaman onun əhvalının yüksək olması bilavasitə beyindən, yəni dediyimiz həmin dopamin ifrazı ilə bağlıdır. Ona görə də çox düzgün vurğulayırsınız ki, burada uşağın iç səsi, yəni onun özünün də həqiqətən də ora meyilli olub olmaması çox önəmlidir. Elə bura toxunmuşkən doktor, zəhmət olmasa elə o sualı da cavablandırardınız ki, doğrudan da mı insanın seçdiyi peşəsi ilə məşğul olması bilavasitə hormonal dəyişikliklərə səbəb olur, beynin belə deyək fəaliyyəti ilə bilavasitə bağlıdır. Hansı burada məqamları siz əsas götürərdiniz? Əgər peşə barədə danışırıqsa, ümumiyyətlə, dünyada xətri yaxşı olan, deyək ki, 150-200 peşə var, ixtisas var. Biri jurnalistlik ola bilər, həkimlik, prokurorluq, nə bilim, hakimlik, polis və sair. Rəssamlıq da ola bilər, heykəltaraşlıq da. Bunları toplasaq 200, demək olar ki, 200-dən çox olmaz. Dünyada da nəzərə alsaq ki, 8 milyard insan var. Deməli, bu 8 milyard insanın bu 200 seçimi etməsi çox çətindir. Yəni bu 200 seçim 8 milyard insanın hər birinə xitab edə bilməz. Ona görə insan peşə seçəndə öz daxili aləminə baxmalıdır və o peşəyə, o ixtisası hər nə seçəcəksə, ona nə qata bilər, onu düşünməlidir. O halda insan xoşbəxt olar. O halda həmin iş, seçdiyi peşə onun daxili aləminə uyğun olar deyə onu xoşbəxt edir. Əks halda getdikcə motivasiyası azalacaq. Bu da təbii ki, hormonlarla. Hormonlar deyəndə neyrotransmitterlərlə, dopaminlə, nə bilim, digərlərinə əlaqəlidir. Statistika da onu göstərir ki, yəni artıq mən illərdir ki, bu işin içərisindəyəm. Statistika da göstərir ki, yəni təkcə instituta qəbul olmaqla deyil. Bu gün bilirik ki, bizim çox böyük bir əsas valideynlərin belə deyək də üstün tutduqları nədir? Diplom. Amma heç kəs düşünmür ki, onun seçdiyi sənət onun potensialına uyğundurmu? O həqiqətən də o sənəti bitirdikdən sonra təkcə bitirməklə iş bitmir, düzdürmü? O bitirdikdən sonra doğrudanmı o sahəyə özünü yönləndirəcək və özünü orada tapa biləcəkmi? Bunlar çox dərin suallardır. Təbii ki, bunu bir qədər təhsil sektoru ilə də müzakirə etməyə ehtiyacı var. Və daha başqa bir məqama toxunmaq istəyirəm, doktor. Bu da çox önəmli məqamlardan biridir. Bir pedaqoq olaraq ən çox sezdiyim nədir? Dərs prosesində qızların və oğlanların qavramalarında olan fərqlilik. Məsələn üçün, belə deyək, dərsi keçdiyimiz müddətdə qızlar daha çox və yaxud hər hansı bir deyək ki, hadisə ilə deyək ki, bölüşdüyüm zaman qızlar buna daha emosional reaksiya verirlər. Biz bilirik ki, qadınlarda emosional mərkəz, yəni amigdala daha çox inkişaf edib, amma kişilər daha çox prefrontal kortekslə, yəni məntiq payı ilə daha çox reaksiya verməyə çalışırlar. Bu artıq 1-2 deyil. Demək olar ki, böyük bir belə deyək də illərdir təcrübələrimdə bunlarla rastlaşıram ki, onlar verdikləri reaksiya bu onların öyrənmə tərzlərinə də təsir göstərir. Bu onları mövzuların mənimsəməsinə belə təsir göstərir. Hətta sizə deyərdim ki, rəngləri belə seçərkən qızların gördüyü bəzi rəngləri kişilər görə bilmirlər. Və konkret olaraq sualım indi burada belə olacaq ki, nəyə görə qızlar, qadınlar daha çox emosional, amma kişilər isə daha çox məntiqlə reaksiya verirlər proseslərə?
Beyin kənardan bir bütün kimi görünsə də, əslində 300 fərqli hissədən ibarətdir və bəziləri inkar etsə də, əslində qadın və kişi beyinlərinin arasında fərqlər var. Həm iş prinsipcə, həm də quruluş cəhətdən də fərqlər olduğunu bilirik. Necə ki, bədənlərimiz fərqlidir, düzdür, bədən üzərində çox fərqimiz olmasa da, beyində bu fərqlər daha çoxdur. Bayaq dediyiniz kimi, qadınlarda amigdala daha aktivdir. Bu da onların emosional reaksiyalarını daha çox üzə çıxarmasına kömək edir. Amma kişilər daha çox məntiqi və rasional düşündükləri üçün hərəkətləri, davranışları da o istiqamətdə formalaşır. Bunun səbəbi qadın və kişilərin təkamül zamanı fərqli iş bölgüləri ilə əlaqəlidir. Qadınlar daha çox toplayıcı, kişilər isə ovçu və toplayıcı olaraq formalaşıblar. Doktor, mən, buna belə deyək, tibb sektorunda da müəyyən bir müddət çalışdığım üçün adicə ona da toxunmaq istəyirəm. Bəzən hər hansı bir hadisələr olduğu zaman, məsələn, deyək ki, adicə poliklinikalarda da biz bununla qarşılaşırdıq. Məsələn, şagirdlər deyək ki, ürəyə gedirdi, yeniyetmələrdə hansısa bir bayılmalar olduğu zaman qadınların verdiyi reaksiyalarla kişilərin verdiyi reaksiyalar arasında çox böyük fərqlər olurdu. Çünki qadınlar dərhal emosiyalarla ona yanaşırdılar amma kişilər daha çevik idilər və problemi daha rahat həll edirdilər. Bu beyin nöqteyi-nəzərdən nə ilə əlaqədardır? Biz ümumiyyətlə insan haqqında bir şey, davranışın səbəbini öyrənmək istəyiriksə, onun təkamüldən gəldiyi yola baxmalıyıq. Çünki insan 99,9% meşədə, çöldə, dağda, mağaralarda, yəni təbiətin içində yaşayıb, amma 0,1% bu mədəniyyəti qurub qəribə binaları tikmişik. Ona görə bu gün təbiətimizdən, biologiyamızdan qopmuş şəkildə davranmağımız normaldır. Amma yenə qeyd etdiyim kimi, əgər səbəbini bilmək istəyiriksə, təkamülə baxmalıyıq. Fərid doktor, etiraf edirəm ki, həqiqətən də bu gün uşaqlardan gözləntilərimiz çoxdur. Yəni təlim nəticələri bizdən onu tələb edir. Sizcə uşaqların beyni buna yatqındırmı? Yəni cavab verirmi? Birinci onu qeyd edeyim ki, biz uşaqlardan məktəbi sevmələrini gözləyirik, amma birinci müəllimlər və müəllimələr məktəbi sevməlidirlər. Birinci bunu təmin etməliyik. Müəllim və müəllimlər məktəbi nə qədər sevirlər. Biz həmişə müəllimlərlə uşaqları qarşılaşdırırıq, düzdür? Bir dəfə də müəllimlərlə idarəçiləri qarşılaşdırsaq, idarəçilərin müəllimlərə reaksiyasını müəllimlər uşaqları ötürürlər. Yəni həmişə uşaqlara yükləyir bu problemlər, amma biraz da müəllimlər haqqında danışmalıyıq. İnsan hekayəvi canlıdır. İnsan beyni hadisələrlə, hekayələrlə işləyir. Məsələn, hansısa bir teorem, nə bilim, hansısa bir hadisə, reaksiya, mübadilə və sair bunları uşaqlara öyrədəndə birinci onun hekayəsini öyrətməliyik. Biz hekayə ilə tamamlanırıq. Hekayə olmasa əgər o hadisə bizim yadımızda qalmaz. Məsələn, məktəbdə və yaxud da universitetdə nələr yadınızda qalıb? Mənim məsələn emosiyalar yadımda qalıb. Yaxşı və ya pis emosiyalar. Çünki əgər keçmişə aid bir şey xatırlayırıqsa, orada bir emosional hadisə varsa, yəni bir hekayə varsa, bütünləşirsə, o bizim yadımızda qalır. Əks halda ancaq əzbərləyərik və əzbərləmək də göründüyü qədər də çox işimizə yaramır. Biz insanı təhsilə uyğunlaşdırmağa çalışırıq. Amma nəzərə almırıq ki, məsələn, beynimizdə beyincik cerebellum adlı bir hissə var. Onu yaradan genlər 650 milyon il əvvəl formalaşmağa başlayıb. Yəni 650 milyon illik bir qədim mexanizmi, bir neçə min illik bir süni olaraq yaratdığımız, indi hər nəsə üçün yaradılıbsa, onu uyğunlaşdırmağa çalışırıq və ona görə də bunun cəzasını çəkmişik, çəkirik, çəkəcəyik də. Çox gözəl vurğuladınız. Həqiqətən də mən sizin söhbətinizdən belə başa düşdüm ki, dəstəkləyici mühitin olması önəmlidir. Həqiqətən də sanki o neqativ addım-addım ötürülür. Məsələn, deyək ki, müəllim işə gecikdirsə, direktor onu acılayır, müəllim o acığı şagirdlərə ötürür və şagird də təbii olaraq evdə gedib həmin ailəsində həmin enerjini ötürmüş olacaq. Tamamilə doğrudur və o məqamı da çox gözəl vurğuladınız ki, biz təkcə akademik biliklərə yox, biz həm də uşaqların bir-biri ilə ünsiyyətinə, emosiyaların formalaşmasına çox şərait yaratmalıyıq. Mən bunu hər dəfə qeyd edirəm ki, emosional mərkəzin, emosiyaların inkişafı çox önəmlidir. Təkcə akademik bilik formalaşdırmaqla şəxsiyyət yetişdirmək olmaz. Çünki yadımızda qalan da sizin dediyiniz kimi, həmin illərdə müəllimlərimizlə keçirdiyimiz günlər, onlarla getdiyimiz ekskursiyalar, bir-birimizlə ünsiyyətdə o formalaşan bacarıqlarımızdır və onlara yer verməyimizi həqiqətən də üstün tutmalıyıq. Mən sizinlə bu barədə çox razıyam. Belə bir söz var, təhsilin ən yaxşısı birə-bir olandır. İndi ona şəraitimiz yoxdur, çünki bir məktəbdə 500 min, 3000 nəfər uşaq varsa və biz onların ortalamasına görə onların beyninə təhsil yükləməyə çalışırıq.
Amma burada müəllimə düşən ən böyük vəzifə nədir? Uşaqla bağ yaratmaq, münasibət yaratmaq. Mənim universitet vaxtı və yaxud da məktəbdə oxuyan vaxtı yadımda qalan ən yaxşı şeylər güldüyüm, dərsdə nə vaxtsa güldüyüm, o dərsi əylənərək öyrəndiyimiz dərslər olub. Əgər bir uşaq bir məktəbdə, bir sinifdə fərqi yoxdur, tələbə də ola bilər, şagird də ola bilər, gülürsə deməli o güvəndədir. Amma biz nə deyirik? Deyim mən də gülüm. Yəni uşaqlara bu cür yanaşırıq. Amma əgər uşaqlar gülürsə, deməli özlərini təhlükəsiz bir ərazidə hiss edirlər. Bunu davam etdirmək, gülərək öyrətmək, uşaqlara istədiyi kimi deyəndə burada çox insan tərbiyəsizlik kimi nəzərdə tutur. Amma bunun da təbii ki, bir sərhədi olmalıdır. Bunu bir çərçivəyə salmaq olar. Bunları bu cür apardığımız müddətdə təhsildən düşünürəm ki, geri dönüşləri çox yaxşı ala bilərik. Amma əgər təhsili biz daha aqressiv şəkildə aparsaq, məsələn, mənim yadımdadır, tarix müəllimim məktəb vaxtı mənə çox, pis reaksiya vermişdi dediyim bir sözə. Tarix dərsinə təzə başladığımız dönəmlərdir, bilmirəm neçənci sinif idi, 5-ci, 6-cı unutmuşam. Ondan sonra mən tarixi öyrənə bilmədim heç vaxt. Həmişə müəllimə baxdım. Müəllimin, necə, aqressiv olduğunu, ancaq onu, müəllim haqqında pis fikirlər düşünməyə başladım. Amma başqa tərəfdən də bu məsələm yadımda qalıb. İndi həmin müəllim qalıbsa, Allah can sağlığı versin, ölübsə Allah rəhmət eləsin. Amma başqa məsələn müəllimlərə, dediyim, güldüyüm, onlarla münasibət qura bildiyim, müəllimlə bir kitab alış-veriş edə bildiyim, bu cür emosional hadisələr daha çox yadımda qalıb. Yəni əgər ibtidai sinif müəllimdirsə, düzdür, sinifində çox uşaq olacaq. Məsələn, indi mənim oğlumun məktəbdə sinifində 30 neçə nəfər uşaq var. Düzdür, müəllim yenə də bacardığı qədər, hamı ilə eyni olmasa da, bacardığı qədər onlarla emosional bağ qurmağa çalışmalıdır. Çalışmasa öyrənə bilməz, öyrədə bilməz. Ancaq əzbərlədər və onlar da bir müddət sonra yadından çıxar. Məsələn, bura gəldik, söhbət eləyirik. Gəldiyimiz yol məsələn yadımızda qalmayacaq. Bir həftə sonra bunu unudacağıq. Əgər yolda bir emosional hadisə ilə qarşılaşsaydıq, ya burada bir emosional nəyisə bir olsaydı, bunlar bizim ömür boyu yadımızda qalacaq. Müəllim nöqteyi-nəzərindən də siz onu çox düzgün vurğuladınız ki, uşaq həqiqətən də özünü güvəndə hiss etməlidir. Çünki güvəndə hiss etdiyi zaman beyin də rahat olur və informasiyaları da daha düzgün və gərəzsiz qəbul etməyə daha açıq olur. Doktor, son dövrün daha bir problemi sayılan narkomaniya ilə bağlı olan problemlərə də toxunacağam. Narkomaniyaya qarşı mübarizədə bəli, çoxlu təbliğatlar aparılır, amma bəzən bunun faydası olmaya bilir. Siz bir həkim kimi nə məsləhət görərdiniz? Yəni biz pedaqoq olaraq nələri həyata keçirə bilərik? Beyin qadağaları sevən bir orqan deyil. Beynimizdə frontal korteks dediyimiz hissə inkişaf dövrünü ən son tamamlayan hissədir. Yeniyetmələrdə də nəzərə alsaq ki, bu hissə inkişaf etməyib, deməli onlar gələcəyi planlama, risk alma qabiliyyətinə biraz zəifliklər göstərə bilirlər. Məsələn, deyək ki, mənə 300-lə gedən bir, 300-lə, 500-lə hər neçə gedən bir maşın versələr, mənim artıq yaşım 30-u keçib. Mən o riskləri dəyərləndirə bilirəm. Çünki frontal korteksim artıq inkişaf edib. Amma bir yeniyetmədə və yaxud da bir uşaqda o hissə inkişaf etmədiyinə görə, xüsusən də ətrafında əgər güvənə biləcəyi dostları varsa, onlar çox rahat risk ala bilirlər. Məsələn, bir misal verim, dənizdə boğulanlar ən çox kimlər olurlar? Ya içki içənlər, ya da yeniyetmələr. Çünki onlarda yenə dediyim kimi frontal hissə inkişafını tamamlamadığına görə onlar çox rahat risk ala bilirlər. Çünki gələcəyi planlama, özünü mühakimə etmə qabiliyyətləri çox zəif olur. Həmçinin etil spirti də beynin ümumi işini zəiflətdiyinə görə frontal korteksin də işini zəiflədir. Yəni eyni cür davranış göstərə bilirlər yeniyetmələr kimi. Daha rahat risk alırlar. Normalda demədikləri sözləri, hərəkətləri edirlər. Özlərini mühakimə etmə qabiliyyətləri azalır. Nəzərə alsaq ki, beyin sərhədləri aşmağa çalışan bir orqandır və ətrafında da sinif yoldaşları kimi güvənə biləcəyi insanlar varsa, əgər ona bir qadağa, bir sərhəd qoysaq, onu aşmağa çalışacaq. Məsələn, afişə yazsaq ki, nə bilim, narkotika yox deyək, narkotika sizi öldürəcək falan. Hələ yeniyetmələri bir kənara qoyaq. 1-ci, 2-ci sinifdə oxuyan uşaq nə bilir narkotik və sairəm nədir? Yəni onu onsuz da başa düşmür. Onda bir maraq yaranır. Necə yəni mən elə ola bilmərəm, mən heç vaxt asılı ola bilmərəm. Sadəcə hamı bilir ki, siqaret asılılıq yaradır. Siqareti ilk dəfə çəkən insan
başa düşə bilərdi ki, nə vaxtsa bundan asılı olacaq, həyatını məhv eləyəcək, nə bilim, təngənəfəs eləyəcək və sairə və ondan asılı olacaq. Çünki insan yaşamadığı hissləri heç vaxt başa düşə bilməz. Həmin uşaq da fikirləşəcək ki, mən heç vaxt ondan asılı ola bilmərəm. Yəni kimsə tamam olar asılı olub, kimsə iradəsi zəif olub və falan, amma mən heç vaxt ondan asılı ola bilmərəm. Mən istifadə etsəm belə asılı olmaram və ona doğru gedəcək. Çünki beyin də maraq bir şeydə əgər bir qorxu varsa, nədən qorxduğunu öyrənməyə çalışır. Heç insan qorxularına doğru gedir. Və afişa ilə və sairə bunların öhdəsinə gəlmək olmayacaq. Bilmirəm hansı məqsədlə, hansı düşüncə ilə formalaşdırılıb bunları edirlər və mən birinci dəfə bu oğlum birinci sinifə gedəndə onu görəndə çox qəribə gəlmişdi mənə. Fikirləşirdim ki, bu olmamalıdır. Bunu tərtib edənləri də bilmirəm kim. Çox güman ki, Təhsil Nazirliyində kimlərsə tərtib edib. Amma insan haqqında, insanı bilsələr, bəlkə də heç olmasa biz bildiyimiz qədər bilsələr, çox güman ki, onları etməyəcəklər. Və əgər belə bir şeylərin qarşısını almaq istəyiriksə, mən həmişə ətrafımdakı insanlara deyirəm. Necə bir insan əgər nəyisə dəyişmək istəyirsə, böyük dəyişikliklər etməyinə ehtiyac yoxdur. Kənarında, yanında, ətrafında nəyi dəyişdirə bilirsə, birinci onlardan başlasa kifayətdir. Həmişə ətrafımdakı insanlara, xüsusən də müəllimlərə, müəllimələrə tövsiyəm olur ki, insanın necə bir canlı olduğunu uşaqlara öyrədin. Nə tibb universitetində, nə məktəbdə, heç bir yerdə insanın necə bir canlı olduğunu öyrənmirik. Protokollar əzbərlədirlər, reseptlər, dərman adları əzbərləyirik, amma necə bir canlı olduğumuzu bilmirik. Mən ixtisasımı, hətta rezidentur ixtisasımı tibb universitetində tamamlamışam. Həmin müddətdə insanın necə qərarlar verəcəyi və sairə bunlar haqqında heç bir fikir öyrətməyiblər bizə. Amma biz uşaqlara başlasaq, indi birinci sinifdən də yox, özlərini biraz dərk edəndən sonra dördüncü, beşinci, altıncı sinifdən başlayıb onlara insan haqqında, heç olmasa insan kimdir, nədir? Bizim şuurumuz, məsələn, deyək ki, 30 yaşım varsa, 32 yaşım varsa, 32 illik bir təcrübəm var, düzdür. Amma mənim bədənim 32 illik bir, beynim daha doğrusu 32 illik bir təcrübəyə söykənmir axı. Milyon illər ərzində məndə formalaşan impulsiv istəklər var. Mən şuurumla, 30 illik şuurumla, milyon illik şuurumu nə qədər idarə edə bilərəm? Biz ümumiyyətlə uşaqlara yenə deyim, 4-cü, 5-ci, 6-cı sinifdə indi hər nə qədər, hər hansısa sinifdə olsa, necə bir canlı olduqlarını heç olmasa bir qısa şəkildə də öyrətməyə çalışmalıyıq. Məsələn, bunlardan biri də həzz sistemidir. İnsan başa düşməlidir ki, bu bədəni həzz ilə doyurmaq mümkün deyil. Həzz insan həyatını rahatlaşdıran, yaşamağımızı rahat hala gətirən bir şeydir, bir maddədir, Doğru. belə deyim, hissdir. Dopaminlə əlaqəlidir və biz də bilirik ki, beyində dopaminin həmişə əgər bir şeydən həzz alırıqsa, dopaminə qarşı davamlılıq yaranır və o həzzi artırmağa çalışırıq. İnsan bunu biləndən sonra ümumiyyətlə beynin necə işlədiyini, demirəm tibbi dərinlikdə və sairə bilsin, heç olmasa özünə lazım olanını qədər bilsə kifayət eləyər və həyatını da istədiyi kimi idarə edə bilər. Dediklərinizdən də onda belə bir nəticəyə gəlmək olar ki, bizim bu gün pedaqoq olaraq əsas uşaqlara çatdırmalı olan məqamlarımız onların daha çox belə deyək, biologiyanı, anatomiyanı, kimiyanı akademik nöqteyi-nəzərdən deyil də həyatla inteqrasiya edərək, həyatla bağlayaraq onları öyrətməkdir. Çünki belə olduğu təqdirdə, yəni insan psixologiyasını, insan anatomiyasını, insanın hərəkətlərini, şüurlu davranışlarını, verəcəyi qərarları və bunları belə deyək, doğru şəkildə onlara çatdırdığımız zaman ki, yəni bu hadisələr nəticəsində insan daha doğru belə deyək, performans göstərə bilər və yaxud özünü tapa bilər, onda əldə edəcəyimiz nəticələr daha yaxşı olar, daha mükəmməl olar. Yəni biz həqiqətən də onların düşüncələrinə toxuna bilərik, biz onların ruhuna toxuna bilərik, biz onların verəcəyi qərarları hardasa müəyyən bir istiqamətdə düzgün tərəfə yönləndirə bilərik. Deməli, bədən bildiyimiz kimi tamamilə kimyəvi maddələrdən ibarətdir. Hətta bildiyimiz bütün kimyəvi maddələr, bədəndə olan bütün kimyəvi maddələri bilirik. Bədən dünya ilə əlaqəyə keçməyimiz üçün bir aparatdır. Bu bədəni idarə edən isə beyindir. Beyin bədənin kontrol mərkəzidir. Bunu bilirik. Əgər bədənimiz hərəkət üçün var və əgər təbiətdə görürük ki, bir canlı hərəkət edə bilirsə, deməli onun bir beyni var. Ən azından beyinə oxşar nəsə bir sinir sistemi var. Xüsusən də əgər aktiv hərəkət edirsə, qida tapmaq üçün və s. deməli bunun bədəni çox mükəmməl şəkildə, xüsusən də beyni mükəmməl şəkildə inkişaf edib ki, bədəni kontrol edə bilsin.
Deməli, biz beynin necə olduğunu, necə işlədiyini, bu aparatı necə idarə etdiyini bilməliyik. Əgər insanın necə bir canlı olduğunu bilməsək, biz təhsil, hətta akademik təhsillə sadəcə işçilər yetişdirərik. İnsan yetişdirə bilmərik. Ona görə də insanın necə bir canlı olduğunu ona başa salmalıyıq. Nəyin dalınca getdiyini, xoşbəxtliyi necə tapacağını, həzzi necə tapacağını, həzz nədir, xoşbəxtlik nədir, insan qərarlarını nəyə əsaslanıb verir, ən azından heç olmasa bunları bilsin ki, gələcəkdə pul dalınca qaçıb kommunist, sömürməçi uşaqlar yetişdirməyək. Xoşbəxtlik anlamına toxundunuz. Sizin səhifənizdə bir paylaşım görmüşdüm. Çox gözəl bir paylaşım idi, diqqətimi cəlb etdi. Yazmışdınız ki, insanlar illərlə xoşbəxtliyi kənarda, müxtəlif vasitələrdə axtarırdılar. Halbuki xoşbəxtlik insanın içində gizlidir. Biraz buna da bir həkim nöqteyi nəzərdən bir açıqlama verərdiniz. İnsanın xoşbəxtliyi içində necə gizlidir və biz onu necə aşkar edə bilərik? İnsan xoşbəxtliyi 2 şey hesab edir. Bir, nəsə bir maddə, nəsə bir şey alıb bədənində dəyişiklik yaratmaq, o hissi yaratmaq. Bir də ağrıdan, acıdan qaçmaq. Bu 2 şey xoşbəxtlik hesab edilir, amma əslində bu 2 şey insana dopamin verir, yəni həzz verir. Dopamin həzzin hormonudur. Dopamin ətraf dünyanı bizim beynimizə kodlayan bir hormondur. Nə yaxşıdır, nə pisdir, nə yeyərəm, nə zəhərlidir, nə bilim, hansı bitkidən qaçacağam, harda oturmamalıyam və sairə. Bunları bizim beynimizə kodlayır. Yəni, məsələn, bir uşaq götürsək, 1 yaşı var. İlk dəfə şirniyyat yeyəndə çox güman ki, şəkər beyində dopamin ifrazına səbəb olduğuna görə dopamin ifraz olunacaq və həmin o şəkər, yediyi şirniyyat onun beyninə kodlanacaq və onu harda görsə təkrar əldə etməyə çalışacaq və özünü xoşbəxt zənn edəcək. İnsan böyüdükcə bir müddət sonra xoşbəxtlik axtarmağa çalışır, amma uşaqların elə bir şeyə ehtiyacı olmadığını bilirik. Çünki uşaqlar adətən tamam ətrafında onlara həzz verən bir şeylər yeyərlər, içərlər, amma anda yaşadıkları üçün onsuz da xoşbəxtdirlər. Onlar gələcək fokuslu yaşamırlar. Məsələn, uşaqlar gələcək, məsələn, öz oğlumla götürürəm, çünki onu müşahidə edə bilirəm. Ətrafımdakı hamı bilir ki, əslində biz uşaqlara nəyisə öyrətməyə çalışırıq, amma onlardan öyrənəcəyimiz çox şey var. Ona görə də məndə 2 oğlum var, onlardan bacardığım qədər onlara öyrətməyə yox, öyrənməyə çalışıram. Məsələn, o bilir səhər məktəbə gedəcək, amma onu nəzərə almır. Bu gün indiki anda çünki çox xoşbəxtdir. Bu anı yaşamaq istəyir. İndi valideynin biraz aqressiyası məsələn gedir, yatır, amma o onsuz da gələcəyi düşünmür. İnsan böyüdükcə, xüsusən də frontal korteks inkişaf elədiyinə görə bizi bütün canlılardan ayıran frontal korteksimizin önə doğru inkişaf etməsidir və bunun nəticəsində də uzaq keçmişdən uzaq gələcəyi planlaşdıra bilirik. Ona görə də həmişə gələcəkdə ya da keçmişdə yaşayırıq. İndiki andan qalmağı bacarmırıq. Hər yaş dövrünün öz qavraması var. Ona görə bəzən mən valideynlərə də bildirəndə ki, siz uşağın yaşından artığını uşaqdan tələb edirsiniz. Hələ onun beyni o düşüncələri yetişdirəcək dərəcədə formalaşmıyor və onun ora gəlməsi üçün müəyyən bir zaman lazımdır. Amma yenə də çalışırlar ki, öz istədiyi, sanki uşağı bir klona çevirmək, sanki bu uşağı özləri istədiyi kimi bir robota çevirməyə çalışırlar. Amma təbii ki, bunların da sonra uşaqda böyük fəsadları olur. Çünki uşaqlarda travmalar formalaşdırır bu həqiqətən də və o uşaqlar gələcəkdə də o travmalarla böyüyürlər. Məsələn, onlar öz hisslərinə qadağalar qoya bilirlər, həmin hissləri yaşaya bilmirlər doyunca, öz uşaqlıqlarını uşaqlıqda olacaq qədər keçirə bilmirlər və böyüyəndə də sanki həmin insanlar öz hisslərini aid etməkdə də çətinlik çəkirlər. Məsələn, onlara o sual verəndə ki, sən indi nə hiss edirsən, deyir, bilmirəm. Yaşadığım hissi dərk edə bilmirəm. Və biraz maraqlandırdıqda və dərinliyə gedəndə görürsən ki, bunlar uşaqlıqdakı travmalarla bağlıdır. Çünki həmin hissləri yaşamağa qoymayıblar, valideynlər dərhal onların sözlərini kəsib və məntiqi nöqteyi nəzərdən, elmi nöqteyi nəzərdən ya da öz başları nöqteyi nəzərdən uşağı inandırmağa çalışıblar öz inanclarına və nəticədə həmin uşaqlarda
bu hissiyatları da inkişaf etmir. Bu isə gələcəkdə onların verəcəyi qərarlara, addımlarına və bir insan olaraq tam formalaşmalarına həqiqətən də çox böyük maneələr yaradır. Doktor, bir məsələyə də toxunmaq istəyirdim. Bu günləri məktəblərimizdə həqiqətən də bəzi fənlər, məsələn deyək ki, bu da musiqi fənnidir, bədən tərbiyə fənnidir. Çox vaxt riyaziyyat, Azərbaycan dili və digər fənlərlə belə deyək, əvəz olunur. Dərnəklərin məktəbdə yaradılması sizcə uşaqların bu beyin fəaliyyətinə necə təsir göstərə bilər, yəni müsbət istiqamətdə? İnsan 2 ayaq üzərində yeriməyə başlayandan sonra, hominidlərdən bu tərəfə 2 ayaq üzərində qalxandan sonra əlləri sərbəst qaldı və başladı həmin əllərlə müxtəlif daş alətlərindən, nə bilim, ovçuluq alətləri və sair hazırlamağa başladılar. Sərbəst qalan əllərdə sinir hüceyrələri artmağa başladı. Əgər sinir hüceyrələri əllərdə artırsa, ona görə də paralel olaraq beyində də neyronlar artmağa başladı. Bu da beyin inkişafına gətirib çıxardı. İnsanda incə motor hərəkətlər və kobud motor hərəkətlər var. Məsələn, yerimək kobud motor hərəkətlərə aiddir və yaxud da bir şey düymələmək, tikmək, nə bilim, xırda bir şeylərlə məşğul olmaq incə motor hərəkətlərdir və bildiyimiz qədərilə incə motor hərəkətləri üçün beynimizdə daha çox neyronlar ayrılır. Çünki o hərəkətləri yerinə yetirmək çox çətindir. Ona görə də bir insan əgər incə motor hərəkətlərlə, məsələn, cərrahlıqla, rəssamlıqla və sair məşğul olursa, deməli onda beynində neyron sayları da artmağa başlayır. İkinci, beynimizdə insula dediyimiz bir hissə var. Bütün heyvanlar üzərində apardığımız araşdırmalara görə gördük ki, həmin insula bölgəsinin fəaliyyəti nədən ibarətdir? İç dünyamızdan, bədənimizdən gələn məlumatlar, məsələn, aclıq, toxluq, təhlükə, susuzluq və sair, bunların hamısı həmin insula bölgəsində şərh olunur. Yəni, insula bölgəsi bizim həyatda yaşamağımız üçün çox önəmli bir funksiya daşıyır. Amma insanda da belədir, amma biraz fərqlidir. İnsana baxanda görürük ki, həmin insula bölgəsi meditasiya, namaz, dua, yaradıcılıq, incəsənət, rəssamlıq, ədəbiyyat, bir sənətlə məşğul olan zaman da aktivləşir. Yəni belə nəticəyə gəlirik ki, necə ki yaşamaq üçün bədənimizdən gələn o siqnallara ehtiyacımız var, həmçinin yaradıcılığa da ehtiyacımız var. Homo sapiensin mənası, indi hal-hazırda Homo sapiens deyirlər. Həzz ala bilən insan, məna axtara bilən insan, yəni dərrakəli insan əslində kimi tərcümə olunur, amma həzz ala bilən insan deməkdir. Həzz də 2 cür həzzlər var. Bir ucuz həzzlər deyirik, bir də yüksək həzz deyirik. Bahalı həzz heç vaxt demirik, yüksək həzz. Bu ucuz həzzlər bilirik, yemək, içmək, nə bilim, hansısa maddə, dərmanlar və sair. Amma yüksək həzzlərə dediyim kimi ədəbiyyat, incəsənət və sair bunlar aiddir. Onları kənardan pulla almaq olmur. İnsan onu o həzzi almaq üçün bir enerji sərf eləməlidir. Və bildiyimiz qədərilə əgər beyin yaradıcılıqla məşğul olursa, normalda almadığı bütün neyrotransmitterlər, bütün xoşbəxtlik hormonları, serotonin, oksitosin, endorfin falan bunların hamısı sintez olunmağa başlayır və bu da insanın axışa keçməsi deməkdir. Həmin an insan özünü çox xoşbəxt hiss edir. Ona görə bir işlə, yaradıcılıqla məşğul olan insanların o işdən daimi olaraq yapışdığını, nə bilim, həyatlarının, ömürlərinin sonuna qədər o işi davam etdirdiyini, əl çəkmədiklərini görürük. Çünki yaradıcılıq beynimizə həmişə yaxşı gəlib. İnsan yaradıcı olduğu üçün həyatda sağ qala bilib. Təkamüldən baxsaq, ayaqyalın yerisə ayağımıza daş batar. Hətta indi çılpaq gəlsək, hipotermiyadan ölərik. Yəni 0 dərəcəyə, hətta biraz aşağı 10 dərəcə falan düşsə temperatur ölüb gedərik. İnsan həyatda qalması üçün yaradıcılığa ehtiyac olur. Məsələn, deyək ki, baxıb hansısa bir heyvana, indi hansı heyvan olubsa təkamüldə həmin vaxt, mən bundan necə istifadə edə bilərəm? Görüb ki, məsələn, dərisindən özünə kürk düzəldə bilər. Deməli, yaradıcılıq bizim həyatda qalmamızı dəstəkləyibsə, indi elə bir şeyə düzdür, çox ehtiyacımız yoxdur, o primitiv şeylər. Amma bu həmin yaradıcılığı başqa bir incəsənətlə, ədəbiyyatdan ala biliriksə əgər, deməli, bu bizə həmişə yaxşı gələcək və beynimizi xüsusən inkişaf etdirəcək və nəsə başqa bir şey, həzz axtarmağımıza da ehtiyac olmayacaq. Siz yaradıcılığa toxundunuz. Yaradıcı təfəkkür demişkən, bu arada sizin həm də yazar olduğunuzu bilirəm. Yazar olduğunuzu gördüm səhifənizdə. Çox maraqlı şeirləriniz vardı. Adəm və Həvva şeiri yazmısınız. Bu şeirdə sırf nəyə
bildirmək, nəyə çatdırmaq istəmisiniz insanlara? Əslində yaradıcılıqla düzdür məşğulam. Tək şeir yox, nəsə roman kitabım da var. İlk romanımı 18 yaşımda yazmışam. Sonradan tibb elminə həmin vaxtda onsuz oxuyurdum yenə də. Amma bir müddət sonra dərslərimizin ağırlığı ilə bağlı artıq bu yazıçı fəaliyyətimi dayandırdım. Kitab yazmaq və sairə bunlar üçün düzdür çox maraqlıdır. Yaradıcılıqla dediyim kimi məşğul olmaq yaxşıdır. Amma yenə də bayaq dediyim kimi yaşadığım hekayələr məni digər istiqamətə yönləndirdi və yaradıcılıq fəaliyyətimə bir müddət ara verməyə başladım. Amma yenə də şeirlər və sairə yazmağa davam edirdim. Buna bədii yox, elmi dillə cavab vermək istəyirəm. Nəyə görə yazmağa və sairə yaradıcılıqla məşğul olmağa başlayıram? Daha doğrusu davam etdirirəm. Çünki beyin ölçüsümüzün bir fərqi yoxdur. Nəzərə alsaq ki, kişilərdə beyin qadınlardan daha böyükdür. Bu bir şeyi dəyişdirmir. Amma bilmirəm neçənci il idi, 80 neçənci ildə bir türk nevroloq dedi ki, kişilər daha ağıllıdırlar. Düzdür, ağıldan nə gözlədiyimiz çox önəmlidir. Amma beyin ölçü, ağıllı, zəkalı və sairə bunların heç birini təyin eləmir. Nəzərə alsaq ki, Einsteynin beyni də kiçik idi, normal insan beynindən kiçik idi. İnsanı yaradıcı edən beyin ölçüsü yox, sinapsların, həmin neyronların bir-biri ilə nə qədər əlaqə saxlayıb sinaps əlaqələri yaratmasında bağlıdır. Və bu da nə ilə mümkündür? Öyrənməklə, daimi olaraq nəyisə öyrənməklə. Fərqi yoxdur. Ədəbiyyat ola bilər və yaxud da bir kitab ola bilər. İnsan kitabdan nəyisə öyrənər, rəssamlıq öyrənər, piano öyrənər. Yəni daimi olaraq öyrənmək insanda bir neyron əlaqələri, sinapslar yaradacaq və bu da insanın gələcəkdə yaradıcı olması. Ümumiyyətlə yaradıcılıq nə deməkdir? Bayaq dediyim kimi bir-biri ilə əlaqəsi olmayan iki şeyi birləşdirib yeni bir şey ortaya çıxarmaq. Əgər neyron sayı da beyində azdırsa, deməli bir şey düşünüb ortaya bir şey çıxmayacaq, çıxara bilməyəcək. Onun üçün nə qədər çox öyrənə bilsə, öyrənsə, kəşf etsə, araşdırsa, maraqlansa, təcrübələri olsa, daha çox hekayələri olsa, həmin hekayələri, təcrübələri və sairə bunları birləşdirib ortaya bir yaradıcı fikir, yaradıcı bir əşya, hər nəsə çıxara biləcək. Bu da həm insanı xoşbəxt edəcək, bayaq dediyim kimi. Çünki xoşbəxtlik arxasınca qaçıb əldə edə biləcəyimiz bir şey deyil. Xoşbəxtlik zehin halıdır, zehinlə yarada biləcək bir şeydir. Əgər bir şeyin arxasınca qaçıb əldə ediriksə, bu həzz, birmənalı olaraq həzzdir. Bunu da deyim, bu xüsusi olaraq deməliyəm ki, əgər insan təməl ehtiyaclarını qarşılaya bilirsə, bunlar həmin insanlar üçün keçərlidir dediklərim. O vaxt bu şeyləri təbii ki, bilmirdim. Yəqin ki, mənim indi düzdür, bu şəxsiyyətimi, mənliyimi formalaşdıran təbii ki, hər kəs kimi məndə də yaşadığım hekayələr olub. Ona da yaradıcılığa, bu ədəbiyyata borcluyam deyə bilərəm. Çox gözəldir və həqiqətən də burada sizinlə fikirlərim toqquşacaq ki, üst-üstə düşür ki, insan daim üzərində çalışmalıdır. Açıq düşüncə tərzi, yenə də dediyim ki, Karl Dweck'in dediyi kimi çox önəmlidir. İnsan nə qədər açıq olduqca, istər elmə qarşı, yeniliyə qarşı, yaradıcılığa qarşı insan həm inkişaf etmiş olur, həm də dediyiniz kimi bu insana ayrı bir xoşbəxtlik verir. İnsan daha yeni, belə deyək, kəşflər etməyə başlayır və öz üzərində çalışan insan həm də kənar üçün də maraqlı olur. Çünki bir informasiya mənbəyi olur belə insanlar. Çox gözəl məqamlara toxundunuz. Təkrar təşəkkür edirəm və son olaraq bir həkim kimi bizim yeniyetmələrə, şagirdlərə və yaxud lap pedaqoqlara da məsləhətiniz nə olardı? Mənim təcrübələrimə görə insanı əgər məqsəd məna axtarışı nəzərdə tutursunuzsa, məna dəyişən bir şeydir. Şəxsiyyət kimi, mənlik kimi, bayaq dediyim kimi dəyişən bir şeydir. Çünki insanın şəxsiyyəti beynində formalaşır, mənliyi beynində formalaşır və bunu da formalaşdıran yaşadığımız hekayələrdir. Çünki mən dediyimiz hiss beyində sinir əlaqələrindən asılıdırsa, deməli, bir saat əvvəlki beynimizlə, fiziki quruluşu ilə indiki eyni olmadığına görə, deməli, mənlik, şəxsiyyət bu istiqamətdə dəyişən bir şeydir. Həmçinin bunlar dəyişdikcə insanın məna axtarışı da dəyişir. Yəni məna sabit bir şey deyil. İnsan daima bir məna axtarışında olmalıdır. Bir səbəb axtarışında olmalıdır. Amma bunu da necə bilməlidir? Birinci özünü bilməlidir, özünü tanımalıdır. Tamam, məna axtarıram, həyatda bir nəsə axtarıram, bir şey eləməyə çalışıram. Bunu edən kimdir? Birinci bunu bilməliyəm. Bilməliyəm ki, tapdığım şey məni xoşbəxt edə bilsin. Əgər mən həzzlə xoşbəxtliyi birləşdirib həzz dalınca getsəm, həm ömrümü çox mənasızca başa vurmuş olaram. Tamam, həzz alar, özünü xoşbəxt hiss eləyər, amma insan kimi insan olmağın nə demək olduğunu başa düşə bilməz. İnsan olmağı təcrübə eləyə bilməz. Ona görə də insan dediyim kimi birinci özünü bilməlidir.
həzzlə xoşbəxtliyi ayırmağı bacarmalıdır. Bu əldə etdiyim və yaxud da edəcəyim şey mənə sadəcə həzz verəcək. Mən bunu əldə edəndən sonra beyin onu neytrallaşdıracaq və mən təkrar eyni həzzi ala bilim deyə bu elədiyim hər nə idisə onu artırmaq məcburiyyətində olacağam. Amma xoşbəxtlik elə deyil. Bir də həmişə deyirəm ətrafımdakı insanlara kömək üçün, indi sizin vasitənizlə də deyirəm. İnsan peşmançılıq çəkir həmişə, ya etdiklərindən, ya edə bilmədiklərindən, amma keçmişi olduğu kimi qəbul etməlidir. Çünki əgər keçmiş 100 dəfə də yaşansa, təkrar yaşansa, yenə eyni qərarları verəcəksə insan, çünki bugünkü fikir, əgər bugünkü mənliyim keçmişdə olan bir hadisədən sonra yaranıbsa, deməli həmin hadisədə indiki kimi qərar verə bilmərəm. Ona görə də keçmiş olduğu kimi qəbul etməliyəm ki, gələcəyi dəyişmək haqqında bir fikrim olsun. Ola bilər, həyatlar fərqli olar, kimisə travması, psixoloji gərginliyi və sairə, həyat onsuz da çətin bir yerdir. Müəyyən bir yaşdan sonra da həmişə çətinliyə doğru gedir. Bunları insan qəbul edəndə artıq gələcəyi necə dəyişdirə biləcəyi haqqında bir, yenə deyirəm, fikri olacaq. Ona görə keçmişdən peşman olmaq əvəzinə gələcəyi necə dəyişdirə bilərlər, onları düşünsünlər. Çox gözəl vurğuladınız doktor. Mən də onunla hər zaman razıyam. Hətta bax bu söhbəti orada gətirib yekunlaşdırmaq istəyirəm ki, valideynlərə də hər zaman bildirirəm ki, övladlarınızın seçim etdiyi zaman bir qədər diqqətli olmalıyıq ki, arxamızda kaşkiləri buraxmayaq. Kaş ki belə olsaydı. Yəni ona görə də öncədən düşünərək qərar verməyimiz o qədər önəmlidir ki, hətta verəcəyimiz qərarlar səhv belə olsa biz başa düşməliyik ki, biz onu yaşamasaydıq biz nəyin doğru, nəyin səhv olduğunu bilə bilməzdik. Keçmiş dediyiniz kimi olduğu kimi qəbul olunmalıdır ki, biz gələcəkdə daha doğru qərarlar verək. İnsan səhvləri üzərində öyrənir. Mən sizə təkrar təşəkkür edirəm. Mən Vaxtınızı, zamanınızı ayırdınız, gəldiniz. Çox sağ olun. Mən təşəkkür edirəm dəvətiniz üçün və çox bəyəndim həm söhbətimizi, həm atdığımız addımı, bu cür maarifləndirmə işi ilə məşğul olmağınız çox dəyərli bir şeydir mənə görə də. İnanıram ki, izləyicilər üçün də çox faydalı olacaq. Və onu da deyim ki, ilk dəfədir məktəb, universitet, təhsil haqqında danışıram. Çünki adətən məndən həmişə qadın kişi beyinlərini soruşurlar, fərqləri soruşurlar. Ona görə bu söhbət mənə görə həm fərqli oldu, həm də çox xoş oldu. Təşəkkür edirəm. Rəng qatdınız, dəyər verdiniz. Çox sağ olun, minnətdaram. Əziz izləyicilər, ümid edirəm ki, podkastımız sizin üçün də faydalı və maraqlı oldu. Növbəti podkastlarda görüşənə qədər.